Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Püşkatma atıldı. Artıq Azərbaycan təmsilçisinin Çempionlar Liqasındakı rəqibi bəllidir. Həmçinin digər püşkatma nəticələrini də sizlərə təqdim edəcəyik. Sizə videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Bəli, növbəti mövsüm üçün 2026-2027 mövsümü üçün Çempionlar Liqasının birinci mərhələsinin püşkatması baş tutdu və Azərbaycanı Çempionlar Liqasında təmsil edən Sabah komandasının rəqibi bəlli oldu. Çempionlar Liqasında püşkatmanın nəticələrinə görə Azərbaycan təmsilçisi Sabah komandası Uelsin Newcastle komandası ilə qarşı-qarşıya gələcək. Komanda haqqında sizləri məlumatlandıracağım. Bir qədər sonra rəqibimiz haqqında məlumat verəcəm və müqayisə edəcəm dəyərli dostlar. Ondan öncə sizin nəzərinizə çatdırmaq istəyirəm. Hal-hazırda ekranda görürsünüz hansı komandalar hansı komandalarla rəqib oldu. Belə ki, Sabah Newcastle ilə, Flora Tallinn Iberia ilə, Flori komandası Larne ilə, Vardar Kups ilə, Vitebsk Krayova ilə, Borak Levski Sofia ilə, Kayrat Almatı Suçetska ilə, Florina Shamrock Rovers ilə, Red Imps Inter Eskaldes ilə, Ararat Armeniya Ermənistan təmsilçisi Riga ilə qarşı-qarşıya gəldi. Kaunas Zalgiris Drita ilə, Petrogrup Ignatiya ilə, Vikingur Giorna və Klaksvik Aterbisçen komandası ilə qarşı-qarşıya gələcək. Bizə isə əsas maraqlı olan Sabah komandasının rəqibi idi ki, bu da US təmsilçisi Newcastle komandasıdır. Dəyərli dostlar, komanda haqqında qısa bir məlumat verəcəm. Daha sonra onsuz da bu barədə videolarımız olacaq. Komandanın ümumi transfer dəyəri cəmi 2 milyon 550 min avrodur. Bu isə 15 milyon 400 min avro dəyəri olan Sabah komandasından 5-6 dəfə ucuz heyətə malik olması göstəriciyə malikdir bu baxımdan. Və qeyd edim ki, 18 dəfə US çempionu olub. Park Hall stadionunda ev oyunlarını keçirirlər. 2000 azarkeş tutuna malikdir. Ən bahalı oyuncularının dəyəri 150 min avrodur. Müqayisə üçün deyim ki, bu Sabah komandasında 1,5 milyondur dəyərli dostlar. Belə ki, Sabahın futbolçusu Puxaçın transfer dəyəri 1,5 milyondur. Rəqibin isə futbolçusu Dominik Kornesin dəyəri 150 min avrodur. Sabahı bilirsiniz, Valdas Dambrauskas çalışdırır. Rəqib komandansa Craig Harrison, İngiltərəli baş məşqçi çalışdırır. Qeyd edim ki, bu komanda UELC təmsil eləsə də, əslində İngiltərə şəhərində yerləşən bir komandadır. Amma UELC çempionatına çıxış edir. Çünki Ümumi Britaniya bayrağı altında birləşmiş bir ölkələrdir. Bu baxımdan seçim olaraq UELC çempionatını seçiblər. Elə o vaxtdan da orada çıxış edirlər. Nə düşünürsünüz? Sabah komandası bu rəqibini məğlub edə bilərmi? Məncə Sabah üçün çətinlik, indiki Sabah üçün çətin olmayacaq bu komandanı rəqib eləmək. Məncə məğlub eləmək. Məncə növbəti mərhələyə, ikinci mərhələyə Sabah komandası keçəcək. Siz də öz fikirlərinizi şərhlər bölümündə yazın. Bu arada Sabah da bizim komandamızdır. Qarabağa necə dəstək olurdursa, Sabaha da o şəkildə dəstək olub çempionluğunu arzu etməliyik. Növbəti videoda görüşmək ümidi ilə. Dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas etmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, dəstəyinizi əsirgəməyəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Allah heç kimi belə çətinliyə salmasın. Amin.